Başdan ayağa Qurana baxın, Allah mənəm deyir Quranda. Quran Allahın mənəmidir. Deyə bilərsiniz, Bismillahirrahmanirrahim. Axı bu Allah rəhmətlə başlayır. Mən sözümə başlasam desəm mənim adımla. Təkəbbürdür bu ya yox. Allah deyir ki, Allahın adıyla. Mənlə başlayır, özü ilə başlayır Quranı. Elhamdülillah Rabbil aləmin. Ər-Rəhmanir-Rəhim. Elə özündən danışır. Özünü vurğulayır bizim üçün. Bütün günü özündən danışır. Elə bil ki, mən oturam burada 1 saat, deyəm ki, mən belə adamam, mən elə adamam, mən filanam, mənim filan bacarığım var, mənim filan. Deyirsiniz, bu xəstədir yəqin. Buna qədər özündən danışır. Çünki bu mənim üçün pis bir şeydir. Amma Allah üçün yox. Allahdan qeyri kim otursa desə mən özünü tanıtdırmaqla məşğul olsa, bu onun üçün ayıbdır. Çünki o böyüklük iddiasıdır. Allahla rəqabət aparmaq istəyidir. Bu xüsusiyyət Allaha məxsusdur.